orta əsrlərdə Avropada utopik fikir cərəyanları ki, onlar reallığı inkar edirdilər, həqiqəti inkar edirdilər ki, nə var xəyaldan ibarətdir. O zaman fəlsəfə elminə ehtiyac qalmır ki, çünki fəlsəfə varlıq haqqında bəhs eləyən elmdir. Əgər bir insan varlığın olmasına şəkk eləyirsə, varlığın olmasına inanmırsa, hər şeyin xəyal olmasını iddia edirsə, onda öz fəlsəfə elminə ehtiyac qalmır. Deməli, əvvəlcədən mən inanmalıyam ki, varlıq var, reallıq var, həqiqət var, hər şey xəyaldan ibarət deyil, ondan sonra fəlsəfə elmi məncə olur zəruri. Və sair, məsələn, əxlaq elmi. Əxlaq elminə başlamazdan əvvəl mən inanmalıyam ki, əxlaq elmi insan tərbiyə olunandır, insan islah olunandır. Əgər birdən mənim inancım bu olsa ki, məsələn, insan tərbiyə olunmaz, insan islah olunmaz. İnsan elə necə bəziləri o, hətta cəbri əqidə kimi də Allah necə yaradıbsa elə də olmalıyam. Əgər buna onda əxlaq elminin mənası qalmır. Deməli, insan inanmalıdır ki,